İnsan quldurdular, pul alıblar, muzdurdular. Gəliblər Peyğəmbəri öldürmə, özü düşmənçilik səbəbindən. Peyğəmbər sallallahu əleyhissalamı göndərir, deyir, get, onları öldür də, onlar terrorçudur. Gəliblər məni öldürməyə. Onların ikisini öldür, birini filan əlamətlərdə olanını öldürmə, əl vurma ona. Onu nə badı öldürəsən. Həzrət Əleyhisselam deyir, gedir, onları yolda tutur, hamısı silahla təchiz olunub, gəlirlər Mədinəyə Peyğəmbəri öldürməyə. Onlarla vuruşur, ikisini öldürür, biri ilə elə vuruşur ki, öldürməsin, onu diri tutsun. Axırda onu tutur, əsir eləyir. O deyir, xahiş edirəm, məni öldür, mən özümə ar bilirəm, ayıb bilirəm sən əsir düşüb müsəlmanların yanına getməyə. Deyir, yox, mən səni öldürməyəcəm, aparıram səni Peyğəmbərin yanına. Gətirir Peyğəmbərin hüzuruna, deyir, məni niyə öldürmədiniz, niyə öldürmüşsünüz məni? Deyir, mənim Allahım əmr eləyib ki, səni öldürməyim. Peyğəmbər buyurur, mənim Allahım əmr eləyib. Deyir, axı, mən sənin Allahınla, sənlə düşmənəm, indi əlimi açsız burada, səni öldürərəm. O qədər mən sizlə düşmənəm. Deyir, amma mənim Allahımın sənin bir xüsusiyyətindən xoşu gəlir. Deyir, hansı xüsusiyyətdir o? Deyir, mənim Allahım mənə xəbər verdi ki, o gizlində fəqirlərə kömək eləyir, bu ruhunda bunun ağalıq var. Gizlində ehtiyaclı adamlara yardım eləyir, kömək eləyir. Allahın bu əməlindən xoşu gəlib sənin. Deyir, fikrə getdi, dedi, oradan sənin Allahın belə gözəl Allahdır. Dedi, bəli, mənim Allahım budur. Dedi, onda öyrət mənə, ona iman gətirim, yolunu öyrət. Orada şəhadət gətirir, müsəlman olur.